Salam dostlar, mən Exciting FF. Bəli, Exciting FF. Niyə biləs FF demədim? Çünki Blaze adımı dəyişdirdim, Exciting etdim. Səbəbi də ki, bu adı Blaze adını çox nəfər istifadə eləyirdi. Yəni ki, həddən çox nəfər istifadə eləyirdi. Mən də hər kəsin istifadə etdiyi ad yerinə özümə aid, yəni özümdən düzəltdiyim bir adla tanınmaq istəyirəm. Onun üçün Exciting etdim. Yəni bu qədər də heç nə deməyəcəm. Bu videonu da nə üçün çəkirəm? Həm logomuzu falan dəyişdirdik. Aha, moto keçdi. Hə. Həm logomuzu falan dəyişdirdik, həm də ki adımızı falan dəyişdirdik. TikTok səhifəmiz zad var da, yəni onun üçün. Mən də bir dənə yalnız kurt oynatım, həm də ki çoxdan da video atmıram. O birisi videoda gələcək, yəni çox az qalıbdı. İndidən spoilerı belə verə bilərəm ki, təzə Evo kasası gəlibdi və açmışam, sıxmayıbdı, bəli. Spoiler sadəcə bu qədər verə bilərəm. Bundan sonra spoiler verə bilmərəm. Bəli, çox danışmayaq, gəlin oyun qisminə keçək. Bəli, gəldik, çatdıq oyun qisminə. Deməli belə. Əlimizə bir dənə Deagle. Deməli belə. Adam qabağımızda. Qəşəng. Əlim suda oynaya bilməyəcəm. Əlim tərdir. Gerək. Həm də oyunu indi girdim. Hər şeyi indi bitirib girdim oyuna. Onun üçün. Vay, güllə yoxdur. Qəşəng, heç nə demirəm. Heç nə demirəm, Brazix. Qəşəng oyuncusan, heç nə demirəm. Əlinə sağlıq. Mən botlaşmışam, məndə də problem, səndə heç bir problem yoxdur. Görək nə qarıq da. Uzatıyıq ha məndə, çox güclü oyuncudur çünki bot deyil yəni. Sən buradan oraya tez çatdın ala. Qəşəng. Deyir ki, uduzacaq ha. Şəxsən mən onsuz da hər oyun girdiyim udmalı məcburiyyətində deyiləm. Yəni məndən də güclü oyuncular var təbii ki də. Özümə güclü oyuncu demirəm. Bu qədər. Əlim yuxarıya deyir, yuxarına aşağıya çəkilir. Deməli belə. Nə götürək dostum? Tarama götürək. MP5. Çoxdan da əlimə almadığım silahlardan biri. Yəni çoxdan deyəndə ən azı havası içdə aldım əlimə. MP5 yerinə MP40. Bir gözlə də, bir səbirli ol da. Səbirli ol da. Çox sürətli oyun qutaracaq. Onun üçün nağarmaq lazımdır. Hansı moda keçmək lazımdır? Bijokluq. Özür diliniz nə demək istədiyimi.
kafa getmədi. Əslində getdi, amma indi axırda bədən çıxardım da. Axırda qaldım. Nəsə də indi siz mən nə demək istədiyimi başa düşdünüz. Nəsə səssən? Seç görək nəsə səssən, udassan mən onsuz bilirəm. Səfər kətimə gedəcəm. Pompalı, qəşəng. Görəsən təkilli oynayım, yoxsa bot kimi tarıyım. İndi qorxuram ki, bot kimi tarayacaq mənə. Oyun qalacaq. Belə bir səs də kasmıram. Oyun səsini həmişə mən video çəkəndə zadda Allahım. Aha. Bəli, kafa atdıq qəşəyinə. Görək indi nə arayacaq. Bax qardeşim, deyirəm, mən o qədər güclü oyunçu demirəm özümə. Normal kateqoriyada oyuncuyam. Amma sən mənə taraya gəlsən, mən sənə kafanı belə atarım. Yəni ki, tarama. İndi bir dənə bununla, bir dənə də bununla. Ay, nə təri, gör, başın çıxmayıb oradan. Başın çıxmayıb oradan. Nəysə dostlar, bu oyunda belə uduzduq 5-ə 4. Amma mən bu oyunu saymıram, çünki onun başı oradan belə çıxmayıb da. Yəni görsəm biri nə tər vura bilər də, yəni. Nə bilim, nəysə də, heç şey olmaz. Olan oldu, keçən keçdi. Bu da bu qədərlik olsun. Təzə ad düzəltmişəm, təzə adıma görə. 100 abunəyə çox az qalıbdı. 76 abunəyik hal-hazırda. Mən o bir dəfə video paylaşmışdım ki, 72 abunəyik və bəzi takipçilərimiz videonun aşağısına komment yeriminə 73-cü mənəm, 74-cü mənəm, 75-ci mənəm falan yazmışdı. Mənə sevindirmiş şəxsən. Yenə eynisini gözləyirəm. Təzə takipçilərim atanda, yəni takip atmazdan əvvəl baxın görək 76 takip varsa, takip asanda 77-ci olanda deyin ki, 77-ci mənəm. Yəni mən bunu öyrənmək istəyirəm şəxsən. Çünki mən elə eləyəndə çox sevmişdim şəxsən. Bəli, videomuz bura qədər. Videomuza like atıb abunə olmağı yaddan çıxartmayın. Bəli, bir də ki elmas istəyənlər var. Elmas istəyənlər 1K takipçidə, yəni 1K olduqda mənim bu YouTube səhifəm elmas çəkilişi edəcəm. Həftəlik, yəni hər dəfə etməsəm belə arada bir elmas çəkilişlər edəcəm. Yəni bir dəfəlik demirəm, amma 1K olanda bir dəfəlik olacaq. Xeyr, bir dəfəlik olmayacaq. Həftəlik də olacaq, aylıq da olacaq, nə bilim 110 elmas da olacaq, 200, nə bilim 30 neçəsə elmas da olacaq belə fason və ya da ki, nə bilim böyük büdcədə bir elmas da olacaq, amma ki onlar gələcəkdə, yəni 1K-dan sonra olacaq. Videomuz bu qədərdir. Videomuza like atıb abunə olmağı yaddan çıxartmayın. Gələcək, yəni bundan sonraki videoları səbirlə gözləyin. Bundan sonraki videomuz bəlkə başqa bir video atdım bilmirəm, amma mənim ehtimalımca bundan sonraki video Eva kasası olacaq. Yəni mənim ehtimalıma görə belədir. Yəni bundan sonraki video Eva kasası və bəzi şeylər olacaq. Yəni bəzi spoiler verməyəcəm. Spoiler verməyəcəm. Yəni bu qədər də. Like atıb abunə olmağı yaddan çıxartmayın. Sağ olun.